Girmək olar ora. 60 qəpiyi nəzərə alıb onu qaldırırlarsa, ən azından Abrahayını da nəzərə alsınlar ki, bir marşrutda kişi, qadın bilinmir, hamı bir-birinə yapışır. Avtobusda yaranan bu sərnişin sıxlığı demək olar ki, hər gün eyni saatda yaranır. Nə oturmağa, nə də dayanmağa yer var. Avtobusda yer olmasa da sürücü yenə də sərnişinlərə qapı açır. Bu da həm təhlükəsizlik qaydalarının pozulmasına, həm də sərnişinlərin narazılığına səbəb olur. Sərnişinlər hər gün bu mənzərə ilə işə, məktəbə getməyə məcburdular. Bax, biz bu 119-a səhər də belə gəlirik, axşam da belə gəlirik. Yarım saatdır biz marşrut gözləyirik. Yəni 70 nəfərdir, amma 70 yığılmır. Hardasa patoloqa 100-150 nəfər bəlkə orada adam yığılır. Orada dururlar, gəlmirlər. Bilə-bilə gözləyirlər hamının işdən, dərsdən çıxan saatı olsun, hamını yığırlar bura. Şoferlə hamı dava eləyir. Sıxlıqla gedirik, gəlirik. Kişilər qadın təpəsinə çıxır. Hörmət yox, mədəniyyət yox. Girmək olar ora. Pik vaxtıdır. Sərnişin hamı işə gedir, işdən gəlir, hamısı pik vaxtıdır, amma elə də olmalıdır da. Sıxlıq vaxtı olur. Günə 16 maşın, 15 maşın işləyir. Yəni normal maşın sayı alsan normaldır.